Sonra burada var, avtosamın içərisində dedik, avtosam cəmləyir. Sonra məsələn ərazini seçirəm, bura yazıram. Burada indi avtosamı buradan çıxardaq, geri qaytaraq. Və belə bir şey eləyəcəm. Burada üçbucaq işarəsi var. Bu menyuya girişdir. Sam birincidir, cəmləyir. Baxın, özü də göstərib ki, neyini. Mən indi buna seçilmiş əraziyə seçirəm bu hissəni, average verəcəm. Average riyaziyyatda ədədi orta deməkdir. Məsələn, average verdim. Samı da verdi, average də verdim. Average verdim. 79 tam. Bu dövrlə gedir də 88 neçəsə. 79 tam, onda 9 götürürəm bunun cavabında. Baxın, bu formada. Hətta burada aşağıya baxın. Average yazılıb bu hissəyə. Görsən Rəbanə, Günel görməz. Bir də sum hissəsinə bax, sum yazılıb. Count saymaq deməkdir, xanaları sayır və o da görsənir burada. Məsəl üçün, bu average-dir. Rəqəmləri cəmləyir, sayına bölür. Bu bilirsiniz nədə istifadə olunur. Müəllimlər bizə yarım il rubrik çıxardırdı, qiymətlər. Necə çıxardırdılar? Toplayırdılar, bölürdülər sayına. Yadınızdadır orta məktəb dövrü. Hə, bax, eynən odur. Toplayır, bölür sayına. Riyaziyyatda da buna ədədi orta deyirlər. Daha sonra burada görək hansı əmr qaldı. Bax, sonra burada bax, avtosamın bölündə üçbucağı. Bax, üstünə vuranda sıraca cəmləyəcək. Üstünə vurmayın. Kənarda üçbucağa vurun. Count number. Məsəl üçün, deyir ki, burada 18 dənə rəqəm var. Boş xanaları saymır. Gəlin bura, məsəl üçün, mən bir dənə rəqəm atdım, enteri vurdum, oldu 19. 19 dənə rəqəm olduğum mənə göstərir. Yaxşı. Yəni, yenə ərazini seçirəm. Burada count-da vururam. Bax, count numbers. Buna vuranda o sayır. Bax, 2 dəfə vurdum, 2 dəfə saydı, 2 dəfə cavab verdi mənə. Sonra burada var maksimum, minimum ədədlər. Bu ədədlərin içərisində, indi təsəvvür işdə sizə əmr gəlib. Əmr gəlib ki, bu ədədlərin içində ən böyüyün de. Bunda maksimum, seçəcəm ərazimi, maksimum vuracam, deyir 96 da ən böyük rəqəmin. Və yaxud da deyəcəm ki, minimum ədədi göstər. Minimumda vuranda deyir 34-dür sənin ən kiçik ədədin. Və yaxud da burada məsələn minimumunu dəyişmək 2 vururam. Baxın, dəyər dəyişdi, oldu 2. Yəni, ən kiçik ədədin 2-dir. Yaxşı. Deyəsən, yavaş-yavaş çətinləşir Excel. Yox, asaddır, yaxşıdır. Maraqlı deyil. Hə, Excel Sonra. çox gözəl proqramdır. Baxın, burada fil işarəsi var. Buradan girirəm, bax, seriyəsə. Seriyəs. Vurdum. Sətir üzrə və yaxud da sütun üzrə. Sətir üzrə vursam, bu tərəfə gedəcək. Line və grow. Məsəl üçün, deyirəm ki, 2-2 artsın. Baxın, sətir üzrə vurmuşam. Yox, 2-də dayandı. Gəlin mən, bir dəqiqə. Gəl elə 2-dən götürürəm, fili seçirəm. Yox, bu deyil. Seriyəsi seçirəm. Deyirəm ki, step value atdım deməkdir. 2-dən başlayır. Başlanğıcı mən xanada özüm verirəm. Deyirəm ki, elə 2-2 addımdan geçsin, dayansın 20-də. Baxın. Line. Bir dəqiqə. Biraz. Hə. Baxın. Line ədədi orta deməkdir. Ədədi orta. Riyaziyyatda ədədi orta nədir? Ədəd eyni qədər artırdı. Məsələn, 2-nin üstünə 2 gəlib 4 eləyib. 4-ün üstünə 2 gəlib 6 eləyib. 6-ın üstünə 2 gəlib 8 eləyib. Gedib 18-in üstünə 2 gəlib 20 eləyib. Dayanıb 20-də. Getməyib. Bu bizim oldu sətr üzrə. Mən bunu eynə sütun üzrə də eləyə bilirəm. Məsələn, deyirəm ki, yenə 2-dən bunu silək. Deyirəm ki, 2-dən başlasın. Bax, bu formada gəldim.
seriyəsi. Bax, sütun üzrə vuranda columns vuracam. Deyirəm ki, atdım. 2-2 getsin yenə. Dayansın 20 məsəl üçün 3-də. Vurdum. Oku vurdum. Bax, bu formada. 2-nin üstünə 4 gəldi, 22-də dayandı. 23-ə niyə keçmədi? Çünki 22-nin üstünə 2 gələndə 24 eləyir. Mən ona 23-ə qədər yaz demişəm. O görə elə 22-də dayandı. Bu bizim oldu ədədi ortamız. Bir də var bizim həndəsi ortamız. Ədədi ortada eyni rəqəm, məsələn 2-dən başlayıb eyni rəqəmi 2-nin üstünə gəlirəm, 4 eləyir. 4-ün üstünə 2 gəlirəm. Yəni 2-2 addımla toplaya gedirəm. Amma həndəsə addımda vura gedəcək. Mən 2-ni vuracam 2-yə. Alınan rəqəmi yenə vuracam 2-yə. Ancaq vurma. Məsələn deyirəm 2-yə vur, dayan 20-də. Bax, deyirəm dayan üzrə. Bu sətr üzrə getməkdir, bu istiqam. Mən sütun üzrə gedirəm ki, görə bilək. Sətr üzrə gedəndə görə bilmirik. Bax, 2-ni 2-yə vurub 4. Yox, seçmədim. Bir dəqiqə seçmədim. Ədədi seçmədim, yaddan çıxdı. Bax, grov. Grov həndəsi ortadır. Sütun üzrə getsin. Addımı 2 olsun. Dayansın 20-də. Vurdum. Oku vurdum. Baxın, hər şeyi seçmişəm. Bax, sütun üzrə columns. Grov həndəsi ortadır. Step value addımdır. 2-2 addımdan getdin. Stop value, yəni nədə dayansın dəyər? 20-də dayansın. Bunu vurdum, bax. 2-ni vurdu 2-yə 4. 4-ü vurdu 2-yə 8. 8-i 2-yə vurdu 16. Mən 20-də dayansın dedim. Amma o 20-də dayanmır. Çünki 16-nı 2-yə vuranda 32 eləyir. Ona görə o gəlib elə 16-da dayanacaq. Ayşə müəllimə, bu videoyu çəkirsiniz? Bu indi başa qaldı. Çəkirəm. Hə. Sonra bu hissədə görək nədir? Bir də burada var rəqəmlərlə, tarixlə bağlı gəlin. Yazıram bu gün ayın 0 7 nöqtə yazılıb vergül. Burada ücə nöqtə vergül söhbətində 06 nöqtə 25-ci il yazdıq. Görüm olacaq. Bu çox vaxt keçən səfər məndə olmadı, alınmadı. Bax, date-ə qoyuram. Date nədir? Özü sütun üzrə vururam. Date tarix deməkdir. Day-də ingilis dilində gün deməkdir. Bir addımdan geçsin, dayansın. 07 nöqtə 06 6-cı ayda nöqtə 2026-da. Oku vuracam. Bax yazdı şükür. Baxın, bu neynədir? Bugünkü tarixdən başladı. Bir il sonraki 6-cı ayın iyunun 7-cisinə, ayın 7-sinə kimi gedəcək. Yazacaq tarixləri. Baxın. Fikir verin. Bax. 07-06-2026-cı ilə qədər yazılıb bütün tarixləri. Sizə məsəl üçün günlərin tarixləri, hər günün tarixi lazımdırsa bu formada yaza bilərsiniz. Gördünüz? Sonra gəlin birini buradan yazıram. Elə bunu kopyalayaq. Atıram bunu buna. Buradan indi deyirəm ki, yenə girirəm bax fil hissəsinə, seriyəsə. Buradan girirəm date-dədir, sütun üzrə geçsin. Week həftə üçün götürəcək. Bir addımdan geçsin. Yazıram hara kimi. Buna da Ctrl-V eləyib. Bir də bunu 2026 eləyirəm. Aha. Vurdum. Bax indi. Bax, bu günlərim 6-cı gündə, düzdürmü? Bax, 13-ü yazıb. Bax, 13, 14, 15 bazardır, düzdürmü? 13-ü yazıb. 14, 15-i yazmır. Niyə? Çünki o 6 bazara düşür, onu yazmır. Həftə içini yazır, wiki seçdir. Sonra burada məsələn, baxa hansı yoxdur?
Bax 21, 22 yoxdur. 21, 22 yoxdur. Niyə? Günlərdən. Bazar. Bəli, 20-dən qutarıb, 20 sonra 23 gəlib. 6 bazarı yazmayıb. Sonra gəl ayları yazaq. Eyni bunu yenə kopyalayıram. Yenə gedirəm seriyəsə. Seriyəsdən gəlirəm months. Months ay deməkdir. Yenə bir addımla getsim. Ctrl V eləyirəm. Bunu bir dənə 26 eləyirəm. Bunu silək, 6 eləyirəm. 2026-cı ilə qədər. Ay, sətir üzrə getdi bir dəqiqə. Bunu bir də seriyəsə girim. Months. Ctrl V elək. Bunu sildim. 6 yazdım. Bunu da sütun üzrə vururam. Baxın. 07-ci ay, 08-ci ay, 9-cu ay, 10-cu ay, 11 bax. Düz 6-cı aya yenə bir il sonra 6-cı aya qədər mənə düzdür. Həm eyni günün tarixi. Bir də var illəri yazmaq. Yenə buradan gəlirəm, Ctrl C V eləyirəm, yapışdırıram, bayaqdan seçmişəm. Gəlirəm serisə, seris hissəsindən yer, il vururam. Buradan gəlirəm, bir addımla geçsin. Məsələn, bu səfər yazaq, Ctrl V eləyim, amma bu səfər yazıram 2035-ci ilə qədər yazsın, uzun olsun. Biraz sütun üzrə seçirəm. Baxın, 25, 26, 27, 28 bu səfərdə illərdə dəyişiklik oldu. Yəni bu bilmirəm, bu günlərlə həftə içi günlər sizə lazım ola bilər. Yəni bunlar lazım ola bilər. Bunu da dedim. Bura kimi başa düşdünüz? Clear təmizləməkdir. Clear-ı vururam. Hə, başa düşdüm. Clear ol, hamısını təmizlədim. Biraz seçirəm. Bu istəyirsiniz sütun üzrə vura bilərsiniz. Məsələn, dəqiqə qarışdı burada. Bəs P sütunu seç, clear over, clear all təmizlədi. Bu seç, clear all vur, hamısını təmizlədi. Yaxşı. Bu sort nədir? Buranın bu hissəni seçirəm, sortlamaya gəlirəm. Deyirəm ki, A-dan Z-yə və yaxud da Z-dən A-ya sortda da, bax, kiçikdən böyüyə başladı düzməyə. Və yaxud da deyirəm ki, yox, Z-dən A-ya, böyükdən başlayacaq, kiçiyə doğru, 96-dan 2-yə doğru gedəcək. Custom sort da qurmaq var, bu da eyni şəkildə. Bu digər bir yerə düşür. Elə siz sortlamağı buradan. Filtrləmək də var. Filtr işarəsi gəlir bu zaman. Filtrə də vururam. Məsəl üçün deyirəm ki, buradan da elə sortlamaqdan istifadə edə bilərəm ki, sortda azdan çoxa və yaxud da çoxdan aza sortda. Məsələn, dəyişsin. Bu formada. Aha, burada saxlayıram. Bunun videonu saxlayıram.